Qoç bürcü. Bugün şərait Qoç bürcünə ciddi məhdudiyyətlər qoyur. Onlar zaman, peşə, vəzifə və ya status tərəfindən qoyulan məhdudiyyətləri qəbul etməli olacaqlar. Bir çox Qoç bir qaydaya, cədvələ və ya rəsmi prosedura əməl etməli və ya yoxlamadan keçməli olacaq. Onlar yeni bir fəaliyyətlə bağlı sənəd almalı ola bilərlər. Onlar sürücülük vəsiqələrini, mənzil lisenziyalarını və ya digər hüquqlarını təsdiqləməli ola bilərlər. Bugün Qoçlar xoş romantik planlara uyğun olmayan müəyyən qaydalara və rəsmiyyətlərə riayət etmək məcburiyyətində qalacaqlar. Məhdudlaşdırıcı halların olma ehtimalı yüksək olduğundan bugün görüş planlaşdırmaqdan çəkinin. Şəxsi həyatınız üçün kifayət qədər vaxtınız olmaya bilər və ya hissləriniz tıxanmış ola bilər. Qoç bürcünün sabah üçün karyera və maliyyə ulduz falı Qoç bürcünün xidmət sektorunda işləmək və işgüzar tərəfdaşlıqlar qurmaq üçün uğurlu bir gün keçirməsi mümkündür. Günün ikinci yarısında əlverişli ulduz təsirləri güclənir. Ona görə də ən vacib işləri bu vaxtda planlaşdırmaq daha yaxşıdır. Ticarət və satın almalarla məşğul olanlar ən böyük uğuru yaşayacaqlar. Sifarişlər artacaq və ticarət dövriyyəsi sürətlənəcək. Boğa bürcü. Bugün Boğa bürcünün müəyyən dərəcədə manevr etmək azadlığı var. Lakin onlar həm aşkar, həm də gizli ola biləcək mövcud məhdudiyyətlərə diqqət yetirməlidirlər. Ola bilsin ki, onların seçim sahəsi və ya ünsiyyət vaxtı məhdudlaşacaq. İtkin sənəd uyğun olmayan anda aşkarlana, yol bağlana və ya rəsmi anlaşılmazlıq yarana bilər. Gizli idarəetmə sistemi kimi görünməz bir tələ mövcud ola bilər. Bugün Boğa bürcü təbii sağlam düşüncəsinə güvənməyə meyillidir və partnyorunun macəra və improvizasiya həvəsini bölüşməyə bilər. Bugün görüş bəzi məyusluqlar vəd edir və bəzən intuisiya sizə bunları bildirəcək. Şübhəniz varsa, görüşü təxirə salmaq ən yaxşısıdır. Boğa bürcü üçün sabahın karyera və maliyyə ulduz falı Boğa bürcündən olanlar işgüzar münasibətlər üçün əla gün ola bilər. Tapşırıqları müsbət əhval-ruhiyyədə həll edəcəksiniz və hər şey rahat gedəcək. İş gününün sonuna yaxın özünüzü cavanlanmış və daha az yorğun hiss edəcəksiniz. Bu xüsusilə fiziki əməklə məşğul olanlar üçün vacibdir. İşsiz insanlar iş axtara bilər və ulduzlar sizə uğur vəd edir. Əkizlər bürcü. Bugün Əkizlər bürcünün yeni təşəbbüsləri xarici rəsmiyyətlər, gecikmələr və maneələr səbəbindən mane ola bilər və bu seçim ən zərərsiz hesab edilə bilər. Texniki yoxlama, kiçik təmir və ya zəruri sənədlərin müvəqqəti olmaması planlara başlamazdan əvvəl çox da mane olmayacaq. Hadisələr baş verərkən, məsələn səfər, təcrübə və ya sınaq zamanı bədbəxt hadisələr baş verərsə, bu daha xoşa gəlməzdi. Bugün Əkizlər bürcünün eşq həyatı maneələrlə qarşılaşmağa davam edəcək və ulduzlar bunu qəbul etməyi məsləhət görürlər. Gecikmə uzun sürməyəcək və planlar sabaha təxirə salına bilər. Əgər bunlar gərgin yazışmalar, vacib bir səfər və ya romantik bir səyahətin başlanğıcı ilə əlaqəli deyilsə. Əkizlər bürcü üçün sabahın karyera və maliyyə ulduz falı, Əkizlər, bugün işiniz yaradıcılıqla əlaqəlidirsə, təsirli nəticələr əldə edə bilərsiniz. Optimist baxış bucağı və özünə inam sizə hər hansı bir maneəni dəf etməyə və səylərinizdə irəliləməyə kömək edəcək. Çevik qrafiki olan və nə vaxt və nə edəcəyini özləri qərar verə bilənlər yaxşı iş görəcəklər. Əgər biznesiniz varsa, onu tanıtmaq tövsiyə olunur. Xərçəng bürcü. Bugün xərçənglər vəziyyətin, məqsədin və ya tutduqları vəzifənin diktə etdiyi davranış ssenarisini nəzərə almalı olacaqlar. Etibarsızlıq və ya düzgün insanların olmaması qarşılıqlı anlaşmaya mane ola bilər. Bürokratik maneələr isə zəruri prosesi, məsələn, sənədin alınması ləngidə bilər. Danışıqlar və plan təsdiqləri təxirə salına bilər. Rəhbərliklə görüşlər və dövlət qurumlarına səfərlər təxirə salına bilər. Bugün xərçənglər müəyyən qaydalara və rəsmiyyətlərə girov qalacaqlar ki, bu da romantik planlarla uyğun gəlmir. İlk şəxsi görüşə və ya vacib bir görüşə tələsmək
xüsusilə arzu olunmazdır. Nəticə məyus edici ola bilər, vaxtınız az olacaq və ya planlarınız ləğv edilməli olacaq. Xərçəng bürcünün sabah üçün karyera və maliyyə ulduz falı, Xərçəng bürcünün nümayəndələrinə, ailələri və yaxın qohumları arasındakı münasibətlərə diqqət yetirmələri tövsiyə olunur. Bu münasibətləri normallaşdırmaq işinizə müsbət təsir göstərəcək. İş yerinizdəki binaların və iş şəraitinin yaxşılaşdırılmasına diqqət yetirmək yaxşı bir fikirdir. Pansionatların, otellərin, sağlamlıq mərkəzlərinin, restoranların və sanatoriyaların işçiləri əsas maaşlarından əlavə gəlir əldə edə biləcəklər. Şir bürcü. Ulduzlar şir bürclərinə xatırladır ki, hazırki vəziyyətdə cari işlərə və gündəlik işlərə diqqət yetirmək, vacib qlobal təşəbbüsləri tələsdirməmək və yalnız hazırlıqlara diqqət yetirmək ən yaxşısıdır. Həmçinin, kollektiv proseslərdə aktiv iştirakdan çəkinərək, indi fərdi həyatınıza və daxili ehtiyaclarınıza diqqət yetirməyiniz məsləhətdir. Bu sahələrə biraz sonra çata biləcəksiniz. Bugün şirlər sevgidə köklü, qəfil dəyişikliklər və ya sürətli irəliləyiş gözləməməlidirlər. Vəziyyətlər onların səbrini və ya ideallarına sadiqliyini sınamağa davam edəcək. Ulduzlar yaranan fasiləni düşünmək və gələcək xoş hadisələrə hazırlaşmaq üçün istifadə etməyi məsləhət görürlər. Şir üçün sabah üçün karyera və maliyyə ulduz falı, ulduzlar şir bürclərinə işgüzar əlaqələri və informasiya idarəçiliyini gücləndirməyi məsləhət görür. Müxtəlif insanlarla asanlıqla ortaq dil tapa bilərsiniz. İndi ticarət, təhsil və nəqliyyat sahələrində işgüzar əlaqələr qurmaq və ilkin razılaşmalar əldə etmək üçün çox əlverişli zamandır. Həmçinin biznesinizin infrastrukturunu planlaşdırmaq və təkmilləşdirmək üçün də əlverişli zamandır. Qız bürcü. Bugün qız bürcündən olanlar vəziyyətin qiymətləndirilməsindəki məcburi məhdudiyyətləri xatırlamalıdırlar. Bəzi oyun qaydaları onlar üçün anlaşılmaz ola bilər, bəlkə də hələ də atmadıqları düşüncə tərzlərinə görə. Hadisələrin gözlənilməz dönüşünün mənasını anlamaqda, düzgün taktika seçməkdə, düzgün seçim etməkdə və dəqiq proqnoz verməkdə çətinlik çəkə bilərlər. Uzun müddətli planlardan çəkinmək və sadə, qısa müddətli məqsədlər qoymaq ən yaxşısıdır. Qız bürcündən olan ulduzlar, ürək məsələlərində qəti qərarların indi verilməsinin səhv olacağını göstərir. Həmçinin hadisələri əvvəlki romantik təcrübələrinizə və qərəzli fikirlərinizə əsasən qiymətləndirməkdən çəkinin. Bu yalnız sevgi yolunda yarana biləcək maneələrin sayını artıracaq. Qız bürcü üçün sabahın karyera və maliyyə ulduz falı, gün ərzində qız bürcü ulduzların müsbət təsirinin gücləndiyini hiss edə bilər. Demək olar ki, istənilən sahədə gəlir artımı uğurun göstəricisi olacaq. Diqqətinizi cəmləmək və ənənəvi şəkildə hərəkət etmək, məqsədlərinizə metodik şəkildə çatmaq tövsiyə olunur. Uğur vaxtlarını necə keçirməyi və hərəkətlərində ardıcıl olmağı bilənlərə gələcək. İşsizlər yaxşı iş tapa bilərlər. Tərəzi bürcü. Ulduzlar tərəzi bürclərinə mövcud vəziyyətdə müəyyən davranış qaydalarına və tətbiq edilən məhdudiyyətlərə hörmət etməli olduqlarını xatırladır. Bugün həmkarlar, tərəfdaşlar və ailə üzvləri ilə anlaşmanın obyektiv hədlərini vurğulayaraq, qaydalara və ya sərhədlərə, ailə və ya biznes iyerarxiyalarına riayət etməyin vacibliyini və dəstəkləyici sənədlərin doldurulmasının vacibliyini vurğulaya bilər. Bugünkü vəziyyətlər tərəzi bürcünə azadlıqlarının sonsuz olmadığını xatırladır. Azadlığı partnyorlarının ərazisinin, prinsiplərinin və inanclarının başladığı yerdə bitir. Bu, romantik münasibətlərin başlanğıcında xüsusilə vacib deyil, lakin intim və ya rəsmi münasibətlərdə nəzərə alınmalıdır. Tərəzi bürcü üçün sabahın karyera və maliyyə ulduz falı, ulduzlar tərəzi bürcünə istənilən işdə ilk növbədə öz güclərinə güvənməyi məsləhət görür. Ən məhsuldar sahələr biznesin təşviqidir. Reklam kampaniyaları, mediada reklamların dərc edilməsi və sərgilərdə iştirak. Bir çox əsas məsələ uzun səfər sayəsində həll edilə bilər.
enerjili iş tərzi bugün sizin üçün xarakterik ola bilər. Əqrəb bürcü. Bugün əqrəblər xarici şəraitin qurbanı ola bilərlər. Gecikmələr, bürokratik rəsmiyyətlər, peşəkar çatışmazlıqlar. Bəzi hallarda bu, onlara dəyərli təcrübə qazandıra bilər. Məsələn, taktikanı dəyişdirmək, yeni bir layihə götürmək və ya yeni dostlar qrupuna qoşulmaq qərarına gəldikdə. Uğur və karyera yüksəlişi bundan asılı olduğundan sənədləşmə işlərinə ciddi və səbirlə yanaşmalıdırlar. Bugün aşiq əqrəblər standart, tanış metoddan istifadə edərək partnyorlarının ürəyinin açarını tapmağa çalışsalar, məqsədlərinə çatmaq ehtimalı azdır. Çox güman ki, onlar yolda məyusluq və aşılmaz bir maneə ilə qarşılaşacaqlar. Dəyişiklik ümidi ilə yaşayan əqrəblər bir neçə gün gözləməli olacaqlar. Əqrəb bürcü üçün sabahın karyera və maliyyə ulduz falı, əqrəblər bugün sükuta və tənhalığa üstünlük verə bilərlər. Maddi cəhətdən bu yanaşma faydalı ola bilər, çünki işinizə diqqət yetirməyinizi asanlaşdıracaq və ən əsası güclü bir düşüncəyə və ya dəyərli bir fikrə sahib ola bilərsiniz. Diqqətinizi yayındıran amillər nə qədər az olarsa, bugün bir o qədər əhəmiyyətli nəticələr əldə edəcəksiniz. Bundan əlavə işlərə yarımştat və ya özəl sifarişlərə cəlb etməklə gəlirinizi artıra bilərsiniz. Oxatan bürcü. Oxatan bürcündən olan ulduzlar bugünkü işlərin praktiklik, ciddilik və məsuliyyət tələb etdiyini və bu gedişatı davam etdirməyin onların xeyrinə olduğunu bildirirlər. Əsas məqsəd bu çətin dövrü geridə qoyub, uğura doğru yeni bir yola qədəm qoymağınıza mane olan maliyyə və digər qalan rəsmiyyətləri həll etmək olmalıdır. Bəzi məsələlər tez bir zamanda həll edilə bilmədiyi üçün səbirli olmaq tövsiyə olunur. Bugün oxatanlar xoşa gələnlərindən daha çox şəxsi həyatlarının çətin tərəflərinə diqqət yetirə bilərlər. Bunlara sevgi yolunda hələ də keçməli olduqları maneələr, yerinə yetirməyə məcbur olduqları vədlər və ya emosional iz buraxmış mənfi romantik təcrübələrin izləri daxil ola bilər. Oxatan bürcünün sabah üçün karyera və maliyyə ulduz falı, əgər oxatan bürcünün çoxlu dostu və həmfikir insanları varsa, bugün olduqca uğurlu ola bilər. Qrup fəaliyyətlərində mümkün qədər aktiv olmağa çalışın. İctimaiyyətin fikirlərinə çox həssassınız və bir çoxlarına rəhbərlik edə biləcəksiniz. Könüllü işlərdə, maraq klubları, yaradıcı festivallar və müsabiqələr təşkil etməkdə uğur qazana bilərsiniz. Oğlaq bürcü. Bugün oğlaqlar öz ehtiyacları ilə başqalarının maraqları arasında tarazlığı qorumalıdırlar. Mümkündür ki, vacib məsələlərdə anlaşılmazlıqlar davam etsin və bu da bir sıra razılaşmalar tələb etsin. Emosiyalarınızı idarə etsəniz və tələblərinizi ağlabatan minimuma endirsəniz, sərhədləri ciddi şəkildə müəyyənləşdirsəniz və şəxsi prinsiplər müəyyən etsəniz, problemlər daha az olacaq. Danışıqlar və məsləhətləşmələr zamanı daha nəzakətli davranmaq vacibdir. Bugün oğlaqlar şəxsi münasibətlərdə məsafəni tamamilə dəf etməkdə çətinlik çəkəcəklər. Bu bürcün nümayəndələrinin çoxu bunu özləri müəyyən edəcək və ya öz təşəbbüsləri ilə qoruyub saxlayacaqlar. Bunun bir sıra səbəbləri ola bilər. İnadkarlıqdan utancaqlığa və ya partnyorlarından rəy almada ehtiyacın azalmasına qədər. Oğlaq bürcü üçün sabahın karyera və maliyyə ulduz falı, oğlaqlar karyera yüksəlişi və rəhbərliklə koordinasiya üçün əla gündür. Zəhmətkeşliyi və qətiyyəti birləşdirə bilərsiniz ki, bu da nəticələrinizə müsbət təsir göstərəcək. İşsiz şəxslərin maraqlı iş tapmaq və əmək müqaviləsi imzalamaq üçün yaxşı şansları var. İş adamları teypliyində olanların etibarlılığına və çalışqanlığına güvənə bilərlər. Dolça bürcü. Dolça bürcləri ulduzlar tərəfindən xatırladılar ki, hətta ən ümidverici işləri belə hazırda tələsməməlidirlər. Sevimli hobi, yeni həyəcan verici layihə və ya çoxdan gözlənilən təcrübə tənliyin yalnız bir tərəfidir. Digər tərəfi isə bugün uğursuz hallar və ya hazırlığın olmamasıdır. Vaxt və məkanın tükənməsi,
girişin bağlanması və ya ünsiyyət problemləri riski var. Bugün Dolça bürcünün romantik təşəbbüslərinə mane olacaq, xarici maneələr yaradacaq və ya daxili psixoloji maneələri aradan qaldırmasına mane olacaq. Ulduzlar ümumiyyətlə onların impulslarını təşviq etsələr də, nəticə məyus edici ola biləcəyi və ya planları pozula biləcəyi üçün özlərini qabaqlamamağı məsləhət görürlər. Dolça bürcü üçün sabahın karyera və maliyyə ulduz falı, ulduzlar Dolça bürcünün nümayəndələrinə, bizneslərinə daha geniş baxış bucağı ilə yanaşmağı və onun inkişafı üçün imkanları araşdırmağı məsləhət görürlər. Biznesin təşviqinə, reklam kampaniyalarına və məhsul və xidmətlərin çeşidinin genişləndirilməsinə investisiya qoymaq tövsiyə olunur. İdarə etmə, marketinq, hüquq və ali təhsillə məşğul olanlar bugünü ən uğurlu günlərindən biri kimi xatırlayacaqlar. Gəlirli logistika yollarının axtarışı uğurlu ola bilər. Balıqlar bürcü. Ulduzlar balıqlar bürcünə bugünkü məhdudiyyətlərin bir çoxunun yalnız formal olaraq geriləmə hesab edildiyini xatırladır. Əslində bunlar taleyin işidir və onları tələsik və riskli hərəkətlərdən qoruyur. Yeni layihəyə nə qədər qeyri-adi olarsa, müəyyən edilmiş qaydanı pozmaqla hədələyən tələsik hərəkətlərdən qaçınmaq bir o qədər vacibdir. Bəlkə də texniki hazırlıqlardan və ya büdcəni dəqiqləşdirməkdən başlayaraq hər şeyi yenidən düşünməyin vaxtıdır. Bugünün hadisələri balıqları inandırır ki, onlar sevgi həyatlarına tam üstünlük verməyiblər. Yenidən nəzərdən keçirilməli və ya sevdikləri ilə müzakirə edilməli olan mövzular var. Ulduzlar bu istiqamətdə sürətli irəliləyiş gözləməməyi məsləhət görürlər. Söhbət və ya düşüncə dövrü uzanacaq. Balıqlar üçün sabahın karyera və maliyyə ulduz falı, maliyyə əməliyyatlarında iştirak edən balıqlar üçün ağlabatan risk götürmək tamamilə haqlı olacaq. Bu daşınmaz əmlakdan gəlir əldə etmək üçün əlverişli zamandır. Mağaza, ambar, qaraj və ofis icarəsindən. Həmçinin ipoteka götürməyi, əmlak sığortası almağı və ya təhlükəsizlik sistemi, video nəzarət və ya siqnalizasiya sistemi alıb quraşdırmağı planlaşdıra bilərsiniz.